Yığdığı puldan da ancaq sizin xəbəriniz olub. Pul yığırdı, heç kimə demirdi. Mənə demişdi ki, bacı, mən sənə verəcəm, sən yığ pulumu. Heç kimə demədən mart ayında sürpriz eləyərik. Birdən qapıları açarıq, maşınla mən girərəm içəri. Yəni mama, papa da görər. Qismət olmadı özünə. Biz də onun üçün yığdığı o pul bizim boğazımızdan keçməzdi. Onun üçün biz də elə qərar verdik ki, yollar nə gündə idi, pis gündə idi, palçıq olurdu. Taksilər gəlib bilmirdi bura düşünün, yəni o dərəcə idi. Onun üçün düşündük ki, onun o yığdığı pulu yol çəkək, xeyriyyə məqsədi ilə, həm özünə savab olsun, Allah o dünyasını versin. Nə qədər yığmışdı? 5000-ə yaxın pul yığmışdı. 5000-ə yaxın pul idi. Demişdi maşın alacağım, gələcəm. Hə, maşına Sürpriz. Hə, sürpriz edəcəm. Dedi birdən-birə qapıları açarıq. Maşının içində gələrəm, hamı görər ki, mama ilə papa görər ki, yəni mən maşını almışam, gəlmişəm evə.